Şose velosiped üzrə Azərbaycan çempionatının ikinci yarış günündə həvəskar qadınların 15 kilometr məsafəyə yarışında Natalya Valek bütün rəqiblərini qabaqlayaraq çempion olub. Liliya Smirnovna gümüş, Cəmilə İrəfiyeva isə bürünc medala kifayətlənib. Həvəskar kişilərin 15 kilometr məsafəyə mübarizəsində 50 yaş və yuxarı kateqoriyasında Füzuli İsmailov birinci, Yusif Nəcəfov ikinci, Etibar Həsənov isə üçüncü yerin sahibi olub. 35-49 yaş kateqoriyasında isə Tural Mirzəzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Royal Mustafayev yarışı ikinci, Cavid Cavanşirov isə üçüncü pillədə başa vurub. 17 yaşadək oğlanların mübarizəsində AE Cycling School'un təmsilçisi Raul Mahmudov 15 kilometr məsafəni 21 dəqiqə 30 saniyəyə qət edərək qızıl medala sahib çıxıb. Respublika Olimpiya ehtiyatları ixtisaslaşdırılmış Uşaq Gənclər Velosiped Məktəbinin üzvü Emil Vaxrameyev 21 dəqiqə 37 saniyə nəticə ilə ikinci. Təhsil Respublika İdman Mərkəzi 7 saylı ixtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin üzvü İlkin Sadıqzadə isə 22 dəqiqə 13 saniyə nəticə ilə üçüncü olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Vladimir Buşanski çempionat haqqında bunları deyib. Ölkə çempionatının ilk günündə də müxtəlif yaş kateqoriyalarında fərdi düşmə yarışlar keçirilmişdi. Nəticələr kifayət qədər qənaətbəxşdir və bu bizi sevindirməyə bilməz. Bugün isə həvəskarlar mübarizə apardılar. İlk dəfə belə bir turnirin təşkil edilməsinə baxmayaraq, marağın həddindən artıq böyük olduğunu əminliklə deyə bilərəm. Cari yarış başa çatdıqdan sonra isə gənclər yığmamız Almaniya, trek üzrə Avropa çempionatına yollanacaq. Həmçinin avqustda bizi Belçikada təşkil olunacaq dünya çempionatı gözləyir. Qeyd edək ki, şose velosiped üzrə Azərbaycan çempionatına iyunun 30-unda yekun vurulacaq.